Leyla xanım, ümumiyyətlə insanlar arasında belə bir fikir var ki, peyvəndlərdən öncə uşaqlara hərarət salıcı dərmanlar vermək, preparatlar vermək daha məqsədə uyğundur. Bir pediatr mütəxəssis kimi siz necə düşünürsünüz və tibb nəyi tələb edir? İlk zamanda peyvəndin üzərində çox çalışmalar aparılır və əsasən peyvəndlərin əksəriyyətində ağrı kəsicilərin, yəni səbəbsiz yerə peyvənddən öncə və sonra istifadəsini çox da istəmir. Nədən? Çünki peyvəndin effektivliyi azalır. Yeganə peyvənddir ki, B tipli meningokok, onun üzərində də çalışmalar var ki, qadağa qoyulmur, məsləhət olunur. Əgər yüksək hərarət varsa, bu zaman qızdırma salıcılardan peyvəndin effektivini azaltmadan istifadə edə bilərsiniz. Və yenə də həmişə vurğulayıram, valideynin stres və həyəcandan qaçıb qızdırma salıcı ağrı kəsici verməyin. Əgər uşaq aktivdirsə, heç bir problemi yoxdursa, əsasən postvaksinal reaksiya bir gün çəkə bilər. İstisna olaraq qızılca məxmərək paratit peyvəndimiz birazcık yenə də aktivdirsə, hərarət salıcıya baxmayın, uşağa baxın. Əgər normaldırsa, heç də düşürtməyimiz məsləhət deyil.